Qızlar, hər birinizi yeni vloqdan salamlayıram. Necəsiz? Ümid edirəm yaxşısınız. Gözəl cizgi filminə baxırdım. Mən də fikirləşdim ki, vloq başladım. Uşaq vaxtı ən sevdiyim cizgi filmlərindən biri idi. Barbie'nin cizgi filmlərinə çox baxırdıq bacılarımla bir yerdə. Gözəli hazırlığa qoydum. Gəlmişəm, evdəyəm və könlümə borc düşür. Nəsə borc istəyirəm neçə gündür. Və fikirləşdim ki, onu hazırlayım. Burada əti qoydum. Bir-iki tikə ət çıxarmışam. Burada belə kələm aldım. İndi bunu doğrayacağım və burada da 2 dənə çuğundurum, 2 baş soğanım, sarımsağım, pomidor və 2 ədəd kartof götürmüşəm. Burada da belə cəfəri koymuşam ki, islansın və bütün tozu torpağı tökülsün, yəni belə. Görək necə olur. Demək belə tərəvəzləri soydum. Bir dənə kök qalı, kök yadımdan çıxmışdı. İndi gedirəm kökü də götürüm, soyum. Demək qızlar, bir tərəfdən yemək bişirirəm, bir tərəfdən də istədim ki, Gözəli hazırlıqdan gətirdim. İstədim ki, sizə onun hədiyyəsini çəkim. Gözəlin bağça yoldaşı var, Banu. Gözəlin ad gününə hədiyyə alıb və onu verdi. İndi sizə onu düzü gözəl açıb baxıb dedim sizlər üçün də çəkim, maraqlı olsun. Qutusu da çox şirindir, belə ayıdır, şapkalı, çox qəşəngdir. Gəlin. Belə bir Elzalı, gözəl Elza xəstəsidir. Məncə bütün qız uşaqları kimi. Buradan belə açırıq. Gözəl kömək elə mənə. Gözəl indi açacaq. Fikirləşirəm ki, hazırlıq kitablarını da yığa bilərik. Çox qəşəngdir, sağ olsun Banuş. Demək, burada belə bir cibləri var. Burada rəngli kağızlardır. Rəngli kağız dəftəridir. Sonra burada uzun bir qulpu var. Yəni çiynindən də asmaq olur. Hazırlıq üçün, kursa getmək üçün falan çox qəşəngdir. Buranı da açırıq. Demək, burada bunu göstərim, çox maraqlıdır. Belə bir qutudur və bu yaş salfetkadır. Belə açırsınız. İndi gözəl bunu çıxarmamışıq salfetkanı. Yəqin ki, buradan çıxır. Belə bir qapağı var. Buradan da açılır. Çox maraqlı bir şeydir. Belə. Sonra burada bir dənə belə rəngli qələmlərdir. Çoxlu. Hər rəngdən var. Və burada da belə plastirin setidir. Oyun hamuru. Hər rəng var. Çox sağ olsun Banu. Gözəlin hədiyyəsi çox gözəldir. Yəni çox bəyəndik. Deməyi dediyim kimi bayaq çatdırmadım yeməyi bişirməyi, yarımçıq qoyub gözəl gətirdim. Və gəldikdən sonra tərəvəzləri belə tökdüm. Soğan artıq qovrulmuşdu. Tərəvəzləri tökdüm. İndi bunları qəşəng qovuracağam. Sonra da kələmi tökəcəm. Ət də bu qədər ət oldu. Yəni mən onsuz da çox ət istəmirdim içində. Sadəcə ətin dadı çıxsın deyə belə doğradım kubik şəklində. Əslində buna çox vaxt sümüklü ət atırlar, amma mən yəni gözələ görə bir-iki dəfə sümüklü bişirmişəm. Düzdür, suyunu da süzmüşəm, amma uşağın qabağına sümüyü çıxıb. Yenə qorxuram ki, boğazına zada yəni ilişər. Ona görə belə tikə ət çıxartdım və suyunu da indi istifadə edəcəm. Qızlar, bilmirəm, birinci dəfədir borş eləyirəm. Yəni indi qaynamağa qoymuşam. Rəngi əslində qırmızıdır. Sadəcə niyə necə deyim, videoda belə düşür bilmirəm. İndi qaynayacaq. Qoy biraz bişsin və həqiqətən ürəyim istəyirdi. Bu günlərdə çox istəyirdim borş. İlk dəfə də borş istəyirəm, yəni başqa. Qızlar, burada artıq səhərsi gündür. Gözəl hazırlığa qoymuşdum və getdim, 1 saat vaxtım var idi. Gözələ nazik belə koftalar istəyirdim. İkisinin arasında qalmışdım. İkisi də 20 manat idi. Yəni hərəsində də 2 ədəd kofta idi. Bir dənəsini seçməli idim. Əslində bu bardolunu çox bəyənmişdim. Amma sonradan bu güllünü gördüm və onu götürdüm. O dəsti götürdüm yəni. Məncə çox gözəl oldu. Evdə gözəl artıq geyinir onları. Fikirləşdim ki, yaxından göstəreyim bu demək
koftaları sizə. Çox gözəldilər həqiqətən. Bunu biraz əmin değildim. Mən bilirsiniz bardovunu seçmişdim. Lakin yaxşı ki bunu götürmüşəm. Çünki fikirləşirdim ki, əynində biraz körpə kimi qalacaq da. Bu yaxasına görə elə bilirdim çox körpə görünəcək. Yəni 5 yaşı var da, istəmirdim elə. Amma çox gözəl göründü, yəni. İkisi də materialları bilirsiniz necədir? Dartınan materialdır. Yəni bir il sonra da geyə biləcək, 6 yaşında da geyə biləcək. Çox qəşəngdir. Gözəldir belə materialda köynəklər, yəni koftalar çox olub. Ona görə bilirəm. Bunları yuyursunuz, geydirirsiniz, heç nə də olmur. Ona görə yəni belə lasinlər də var. Çox gözəl olur, keyfiyyətli olur. Yəni belə mən çox bəyəndim. Yaxşı ki elə bunları götürmüşəm. Son anda qərarımı dəyişdim. Çünki bardovlar götürmüşdüm. Bardov dəsti elə belə bir ağ rənglə bardov olanı yaxşı ki götürmədim onu. Çünki o biraz sport gedirdi də, amma gözəl, ən çox şortikləri ilə filan belə plastik qəşəng görünür. Hər şeylə gedir. Cins şalvarla da geyə bilər, belə. Yəni şortikləri ilə də, yubkaları ilə də bunlar qəşəng gedəcək. İstədim sizin üçün də çəkəm. 20 manat idi. Məncə çox yaxşıdır qiyməti, yəni Waikiki-dən çox əladır. Burada havanın xoş keçməsindən, günəşli keçməsindən istifadə edib şəhərə getmişdi və yaxşı ki də getmişdi də. Çox gözəl bir gün keçdi. Hava çox gözəl idi. İnsan yəni evə gəlmək istəmirdi. Həqiqətən çox isti idi və mülayim, küləksiz bir hava idi. Yarışlar da bitdiyinə görə artıq şəhər yəni açıq idi yollar. Belə gəldik Crescent Mall-a. Crescent Mall-a ikinci gəlişimizdir. Bura bir dəfə gözəl körpü olanda gəlmişdik. Bu tərəfə çox gəlmirik. Əsasən Dəniz Mall tərəfə daha çox gedirik. Yəni yaxşı ki bu tərəfə gəlmişdik. Çox gözəl idi. Belə Crescent Mall-da demək bu hissəyə çıxmışdıq. Belə bir mənzərə qarşılayır bizi. Sonra da gəldik demək McDonald's-a, McDonald's yeməyə. Əslində mən sevmirəm, nə də bəyənmirəm McDonald's-ı. Sadəcə fikirləşdik ki, oturaq artıq acımışıq, bir şeylər yeyək. Ona görə gəldik, belə 20 manatlıq set götürdük. Əslində qızlar sifarişimiz yanlış gəldi. Demək biz 59-cu növbədə idik də, yəni amma 60-ın sifarişi bizə gəlmişdi. Demək qarışmışdı sifarişlər. Gözəl burada 2 oyuncağı açır. Biz də içinə baxmırıq yeməyin. Yəni oyuncağa baxırıq. Yeməyə baxmırıq ki, bizə nə gəlib. Sonradan görürük ki, bizim seçdiyimiz yemək deyil. Və tez qaytarırıq. Yəni əl vurmamışdıq onsuz da və öz sifarişimizi götürürük. Gözəl biraz orada narazıçılıq eləyir, ağlayır ki, mən 2 oyuncaq istəyirdim. Təbii ki, onu başa salırıq və yemək yedikdən sonra gözəl özünə belə bir oyuncaq alır oradan, mallın içərisindən. Yəni maraqlı idi. 7 manat pul verdi buna, sağ olsun. Və mən biraz paltarlara baxıram, amma bəyəndiyim heç nə olmur. Oradan çıxırıq, gəlirik Park Bulvara. Park Bulvarda gözəl əyləncə yerinə girir. Orada bolluca doyuncana oynayır. O sevinəndə biz də sevinirik. Biz gözəl anadan olandan, yəni 5 yaşı var, yoldaşımla heç bir vaxt, yəni yadıma gəlmir ki, harasa bir kinoya və yaxud da özümüz tək harasa gedək. Bugün ilk dəfə idi gözəl əyləncə yerində. Dedi, mən özüm qalacağam, siz gedin, gəzin. Biz də fürsətdən istifadə elədik və getdik McDonald's-dan dondurma götürdük. Yəni dondurma aldıq və dedik ki, kiçik bir vaxt da olsa, 10-15 dəqiqə də olsa, yəni fürsətdən istifadə etdik və marojnamızı yedik. Sonra da artıq evə yollandıq. Düzdür, mama gilə də gelmişdik, amma orada videoları tərsinə çəkmişdim deyə sizlərlə paylaşa bilmədim. Sonra evə gəlirik və sizin üçün öz necə deyirlər kombinimi çəkirəm. Bu keçən dəfə Trendyoldan aldığım köynək idi. Və məncə çox gözəldir. Yəni çox bəyəndim. Artıq səhərsi olur. Mən yenə gözəl hazırlığa qoyuram və gəlirəm burada belə demək bujteriya yerinə belə sırğalar seçirəm özümə. Bilənlər bilir, yəni yaxınlarım bilir ki, mən sırğa xəstəsiyəm. Sırğa alıram özümə Hoppingdən qaralmayan.
Və sonra gəlirəm ucuzluqda biraz başımı qatıram. Çaynik istəyirəm, çoxdandır. Amma qərar verə bilmirəm. Orada çayniklər çox idi. Yəni seçim çox idi. Sadəcə bir ikisinin içərisinə baxdım ki, cızıq var və dedim bunu alsam, bəlkə birdən içərisi, yəni soyular, cızılar. Yəni bunlar çox gözəl idi. Bu əlimdə tutduğum 60 manat idi, amma çox gözəl idi, çox bəyəndim. Lakin qiyməti biraz bir qədər yüksək idi. Hazırlıqdan götürdüm və getmişdim kargoları götürməyə. 2 dənə kargodur. Bunu göstərə bilməyəcəm, amma bunu demək yoldaşıma sifariş eləmişəm. Görək necə gələcək. İndi açıb bir yerdə baxarıq. Demək, jaket sifariş eləmişdim. Defaktodan çox uyğun qiymətə düşmüşdü ona görə. Demək olar ki 40 neçə manatdan, 45 manat idi, 47 manatdan demək 16-17 manata düşmüşdü. Baxaq görüm necədir. Kloku çək. Aferin. Demək qızlar, baxın belə bir jaketdir. İnşallah əyninə də yaxşı olar. Məncə olacaq. Bəli, belə çox gözəl gəldi. Çox gözəl keyfiyyətdə. Kim istəsə linkini də ata bilərəm. Çox qəşəngdir. Məncə bəyənəcək. Çünki belə tərz geyinir, həm də tünd rənglər geyinir. Ona görə məncə xoşuna gələcək. Yəni 17 manata məncə superdir. Əladır. Qızlar, bir tərəfdən yemək bişirirəm, bir tərəfdən ev təmizləyirəm. Burada ət çıxardım, qoydum qaynamağa ki, bilmirəm nə bişirəcəm, amma yəqin ki bozbaş olsan bir şey eləyərəm. Demək, burada da gözəlim paltarların qaynar suya qoymuşam. Persol tökdüm və qoydum. Sonra evi toz soranladım. İndi qalıb silməyə, gedirəm silməyə. Toz soranın bu Samsungun bu modelidir. Çox razıyam əslində. Sadəcə filtrləri artıq dəyişməlidir. 8 idi eyni filtrlə. Filtrləri artıq xarab olub. Bu da mənim otağım. Hələ ki göstərmirəm çünki dağınıqdır biraz. İstəmirəm məni linçləyəsiz. Burada qış yorğanımız falan var. Bunları da yerləşdirməliyəm. Yəni evi komple təmizləməliyəm. Ona görə birazdan, yəni əgər çatdıra bilsəm göstərərəm. Bayaq sizə çayniklər göstərdim ucuzluqda gördüyünüz. Mən belə çaynikləri çox bəyənirəm. Yəni üst-üstə olsun, belə istəyirəm. Artıq bu 8 ildir mənləndir də. Yəni heç dəyişməmişəm. Sadəcə artıq necə deyim, pis vəziyyətə düşüb də. Burası demək qaz yandıranda, yəni belə qoymuşuq, burası yanıb. Sonra nə bilim içi ərk bağlayıb artıq. Ona görə bunu dəyişmək istəyirəm. Gözümə batır. Və dəyişəcəm. Yəni ya trend yoldan vuracam, ya da burada bir ucuz yer tapsam alacağam. Əslində orada da uyğun qiymətə idi. 31-32 manat idi. Yəni amma yəni əmin ola bilmədim ki, içərisi soyulacaqmı, soyulmayacaqmı? Yəni belə. Qızlar, bilməyənlər üçün deyim, biz Xırdalanda həyət evində qalırıq, həyət evində yaşayırıq, amma ən böyük planımız ki, evimizi dəyişək. Bu bizim qarşıdakı ən böyük planımızdır. Evimizi dəyişsək, yəni çox sevinəcəyik həqiqətən. Çünki həm Xırdalanın probkasından bezmişik, həm də demək nəmişli idi də, yəni bir çox həyət evində burada nəmişli idi. Ona görə istəmirik ki, gözəl burada böyüsün. Burada qaynatamın otağıdır. Gözəl bura həmişə oyuncaqların yığır, burada yığır və gəlir burada babası ilə oynayır. Bizdə 3 otaqdır, amma yəni çox böyük bir evimiz yoxdur. İndi evi silirəm, yəni toz soranlamışam, hal-hazırda silirəm ki, təmiz olsun. Həmişə ev siləndə suyun içinə sirkə tökürəm, biraz da şampun əlavə edirəm. Çünki sirkə evin mikrobunu götürür deyilənə görə. Mən də buna çox inanıram. Həqiqətən nə vaxt sınamışam. Yəni bir müddət silməmişəm evi. Görmüşəm ki, nəsə belə, nə bilim, olur da həyət evidir, cücə filan yaranır və ya evə girir. Nə bilim, təmiz hiss eləmirəm. O anda sirkəli su ilə silirəm. Həmin anda da yəni evin enerjisi dəyişir də. Mən belə şeylərə çox inanıram. Həmçinin məsəl üçün, nə bilim, dəfnə yarpağı yandırıram, sonra üzərlik yandırıram. Yəni demirəm bu nəyisə götürmək üçün və yaxud nəyəsə görə inanc da deyil. Sadəcə bunu həqiqətən belə bitkilərin enerjisi olduğuna, sirkənin evin enerjisini dəyişdiyinə çox inanıram. Ona görə indi sirkəli suyla evi siləcəm və
videonu çəkmişəm demək. Görürəm ki, düzgün çəkməyib, yəni düzünə çəkib də. Demək təzədən danışmalı oluram. Mən bununla silirəm evi. Yəni nə ilə silsəm də buna qayıtmışam həmişə. Bu mənə daha rahatdır. Xalçaların üstündə əlimlə, məsələn, şampunlu su ilə silirəm. Və mənim xalçalarımın üstündə bir dənə ləkə, bir dənə nə bilim artıq bir şey görmək olmaz. Çünki həmişə şampunlu su ilə silirəm, ağappaq olur. Yəni getdiyim yerdə də xoşlamıram ki, nəsə nə bilim tük olsun və yaxud da ləkə olsun. Məncə şampunlu su həqiqətən şampun nə cür, yəni Ariel də paraşok bildiyiniz, yəni onu qatıram suya, ilıq isti su ilə silirəm ondan üstü, heç bir şey də qalmır da, yəni sürtürəm qəşəng. Yəni belə düz yuduzdurmuşam, amma 2 ildir də artıq. 1 ildən bir, 2 ildən bir yuduzdururam xalçaları. Bircə bu xalça gözümə batır. Bunu dəyişmək istəyirəm, açıq rəng eləmək istəyirəm. Bir də o otaqdakı, baxın, qırmızı xalçadır belə, köhnə xalçalardan. Bir də bunu dəyişib, yəni açıq rəng xalça eləmək istəyirəm. Gedim mən evi silim qızlar. Çox istərdim ki, tripodu qoyub belə çəkim, amma otaq çox qarışıqdır. İstəmirəm ki, məni linçləyəsiniz də. Yəni ona görə birinci evin, yəni polları silim. Sonra demək yer yığış eləyəcəm. Çünki bu mən uşaqlıyam, ona görə məcburam belə eləməyə. Qızlar, zalı artıq sildim və gedirəm demək kuxlanı silməyə. Buraları silmişəm. Yenə kuxlam qalıb. Burada demək bir əlimlə göstərməyə çalışıram. Mən belə silirəm xalçanın üstündə. Yəni çox rahat olur. Yəni dərindən təmizləyəndə isə əlimlə eləyirəm. Yəni belə də tozum alır. İndi suyu tökəndə bax göstərərəm sizə. Necə qapqara su çıxır da. Yəni çətindir bir əmdə, ona görə belə biraz göstərdim. Uşaq kimi şardan qorxuram. Bayaq da buranı silirdim. Dırnağım batdı şara. Şarı götürmək istirdim buradan ki silim. Və şar partladı. Mən də dik atıldım. Yəni şar biri yanımda şişirəndə və yaxud da ki, hardasa görəndə çox qorxuram ki, mənim yanımda şişirməyin. Qaçıb gedirəm o bir otağa. Belə. Ayağıma da bunları geymişəm. Deyəcəksiniz ki, qış gəlməyib, sən nə əlaqə bunları geymisən? Çünki mən ayağım çox üşüyəndir. Əldən üşümürəm, amma ayaqlarım üşüyür. Ona görə indidən payız girən kimi, yəni oktyabr ayı girən kimi mən bunları geyinirəm. Hələ oktyabr girməyib, amma sentyabrdan artıq ayağımdadır, çünki üşüyürəm. Yəni qınamayın məni, ayağım çox üşüyür. Qızlar, fikirləşdim ki, burada yeməyi bişirirəm. Demək, sizə bayaq demişdim, bozbaş kimi eləmək istəyirəm. Görüm necə alınırmı? Başqa bir variantım yoxdur. Baxıram ki, ətim də hələ bişməyib. Halbuki 1-2 saatdır da artıq qaynayır. Nəsə bərk oldu, bərk ətdir. Mən də belə dedim, kartoflu, soğanı, kökü soyum, hazır saxlayım, qovurum eləyim, sonra yəni ki, qataram. Əslində heç halım yoxdur yemək bişirməyə. Həqiqətən ayaqlarım ağrıyır artıq. Səhərdən ayaq üstəyəm. Gözəl hazırlığı apardım, gətirdim, karqonu götürdüm, gəldim, evi tozlanladım, sildim, indi də yemək bişirirəm. Yəni bir stəkan çay belə içməmişəm də oturmaq istəyirəm. Düzəməlli yemək belə yeməmişəm. Ona görə dedim, bunu da edeyim. Gözəl artıq sabah, bazar günü, yəni artıq bazar evdədir. Evdə olacaq. Hazır yeməyim olsun ki, sabah da onu pişirdirim. Ondan sonra rahat olaram. Hava da çox dəyişib, soyuyub. Yəni çox soyuqdur, küləkdir. Yəqin ki, bu hafta sonu heç bir yerə getmək alınmaz. Getsəm uzağa. Roma gedib falan gedərəm. Əslində fikrimiz var idi ki, rayona gedək. Sadəcə bir günlük də rayona gedib gəlmək dəymir də. Yol yorğun olursa. Uşaqla vəbşə alınmır. Yəni gərək ona paltar yığıb, təzdən bir gün içində qayıt falan. Ona görə görək necə alınacaq. Bir-iki gündə artıq video çəkirəm qızlar. Borş pişirmişdim. Keçən dəfə dediyim artıq 3 gündür də. Bugün borşumu qurtardı. Yiyildi. Bir böyük qazanda eləmişdim. Artıq yiyildi, qurtardı. Heç bir damcı da qalmadı. Yəni atılmadı. Çox dadlı olmuşdu deyilənə görə. Şimdi də buraya bir qazanda yemək hazırlayın.
Elə eləyim ki, 2 gün bitsin heç olmasa. Bunu eləyirəm, sonra özüm istəsəm, məsələn, düyü süzərəm yanında, nəsə bir şey eləyərəm, görək. Gözəl dolğa xoşlayır, dolğa istəyirdi məndən, indi bəlkə onu dolğa eləyərəm sabah gözlərdə. Belə ət yeməklərində mən xoşlayıram sarımsaq. Sarımsağı da belə. Qızlar, əti sümükdən ayırmışam belə. Çünki gözəl yeyəndə istəmirəm ki, sümük qalsın da. Xırda sümüklər bəzən çıxır. Belə tökdüm, bol pomidor da tökdüm 2 ədəd və belə qovrulsun, qəşəng qarışsın dadı bir-birinə. Sonra suyunu əlavə eləyəcəm. Azca su və göyərti. Qızlar, yeməyim artıq qaynamağa başlayır. Düzdür, göyərtisini biraz tez tökdüm. Demək, qoy biraz qaynasın, göyərtinin dadı çıxsın. Biraz da tökəcəm göyərti azca. Yəni belə alındı. Azca su tökdüm, çox sulu eləmədim. Belə yəni. Ki sabahı da idarə edim, bir gün artıq yemək bişirərəm. Özümə azca çəkdim yeməkdən. Mənim yeməyim bu qədərdir. Hal-hazırda bilmirəm videoda necə düşür, amma çox az yeyirəm mən. Yəni yemək artıq yesəm özümü pis hiss eləyirəm, ona görə az yeyirəm, amma məsəl üçün tez-tez yeyirəm də, yəni acıyanda yeyirəm nəsə. Amma az. Çünki çoxdur mədəm dolanda özümü narahat hiss eləyirəm, ürək döyüntüm artır. Yəni qədərimi bilirəm deyək.